Azərbaycan cəmiyyətində haçalanma var. Çox qəribədir ki, bu sosial şəbəkələr üzərindən bilmirəm, siz izləyirsiniz, demişsiniz, əsasən də bu Facebook üzərindən ikiyə bölünmə var. Bir çoxları İmamoğlu bilmədən, ümumiyyətlə siyasətlə maraqlanmadan, İmamoğlu'nun keçmişinə gələcəyini görmədən, indiki fəaliyyəti görmədən İmamoğlu'nu dəstəkləyir və ikiyə bölünmə var faktiki olaraq bu Azərbaycan cəmiyyətində. Bu təbiidir. Amma Rusiya münasibətdə də bizə ikiyə bölünmə var, Ukrayna münasibətdə. Çünki insanların hamısı eyni üzrə düşünməlidir. Demokratiya bu da pluralizm, fikir ayrılığı. O cümlədən Türkiyədə baş verən hadisələr. Məsələn, mən siyasi partiya sədriyəm. Həm Türkiyə-Azərbaycan əlaqələrinin perspektivi baxımından hadisələrə yanaşıram, həm CHP-nin Azərbaycan siyasəti baxımından yanaşıram, həm Tayyip Erdoğan'ın Azərbaycan, Türk dünyası, İslam dünyası siyasətindən yanaşıram. Ben buradan yanaşanda nə görürəm? Kılıçdaroğlu deyir ki, biz hakimiyyətə gəlsək İpək yolunu İrandan keçəcək, Azərbaycan qalacaq Irak'ta. Bu bir. İkinci, parlamentdə müzakirə açdılar, dedilər ki, Türkiyənin Qarabağda nə iş var, niyə Azərbaycana dəstək verir? Niyə orada iştirak edir? Yəni Azərbaycan tərəfini saxlayır. Bu iki. Üç, mən baxıram ki, Türkiyə bizə görə 1992-ci ildə Ermənistanla bütün münasibətləri kəsib. Bu günü Tayyip Erdoğan dəfələrlə deyib ki, Azərbaycan razılıq olmadan biz Ermənistanla heç bir addım atmayacağıq. Bu üç. Dördüncü, mən görürəm ki, Erdoğan aktiv iştirakını Türk dövlətləri təşkil edir. Bu da bizim geopolitikada çox ciddi, önemli bir proyektdir. Bu proyektin başa çatması bütün Türk dövlətlərinin təhlükəsi üçün çox vacibdir. 5, 6 görürəm Cənubi Azərbaycanda Urmiya qalxıb və sərvəsi Türkiyə artıq oranı dəstəkliyi 7, mən görürəm ki, İslam dünyasında bir çox problemlər meydana, o problemlərin həllində Türkiyə çox aktivdir. 5, 6, SSR imperiyasının bərpasının qarşısında alan Ukrayna məsələsində Tayyip Erdoğan və Türkiyə bir mənasıyla Ukraynanın yanındadır. İstəsəz mən bunu en qədər artırım. Bu CHP'nin Azərbaycana münasibət, mən heç qoyuram demokratiya azadlığı qoyuram. Ən az Azərbaycana münasibət baxımından. Bir adam düşməndir, bir adam. İndi Paşinyan demokratik yoldan hakimiyyətə gəlib. Azərbaycanda kimi Paşinyan adı cəhsə söyər. Söyürlər, düzdürmü? Niyə söyürsünüz balam? Demokratiya deyil. Ona göre söylüyorsunuz ki, Paşinyan Ermənistan dövlətinin başçısıdır və zaman da elə Azərbaycana düşmənçilik edir. Adımlar atır, düzdür mü? İndi də CHP bir partiya kimi Azərbaycana münasibətində Ermənidən fərqlidir. Məsələn, CHP Bəşir Əsədi müdafiə edirdi. Tam Bəşir Əsəd yıxılana qədər. Bəşir Əsəd də kimi müdafiə edir? Erməniləri. Düzdür mü? İranın əlində bir alətidir. İran da ermənilərə nə idi? Dəstək. Həm Bəşir Əsəd dəstək verir ermənilərə, həm İran dəstək verirdi. Tayyip Erdoğan isə əksinə Bəşir Əsədin əleyhinə olan qüvvələri dəstəkləyir. Yəni İranın və Ermənistanın əleyhinə olan qüvvələri. Onda biz kimi müdafiə eləməliyik? Biz əslində olsa mən niyə bu sual verdim? Əslində bizim cəmiyyətimizin bir hissəsi özü də bilmədən erməniləri ümumiyyətlə bizim əleyhimizdə olan qüvvələri dəstəkləyir. Tayyip Erdoğan niyə İlham Əliyevi müdafiə edir? Niyə Azərbaycandakı seçkilərə münasibət bilmir? Tayyip Erdoğan əgər Azərbaycan iç işləri ilə bağlı mövqe ortalığa qoyacaqsa, Türkiyə-Azərbaycan əlaqələri dərhal pozulacaq. Bunu Tayyip Erdoğan siyasətçidir. Ağıl başında olan bir adamdır. Heç İlham Əliyevin də Türkiyənin daxili işləri ilə bağlı bir də mövqeyini görə bilmərsin. Baxın, susur, hökumət susur. Hökumət susur. Niyə? Hökumət bir dənə susur. Mən danışıram, mən müxalifət, ictimaiyyət nümayəndəyəm, mən öz mövqeyimi bildirə bilərəm. Amma rəsmi bir adamın, bir başqa dövlətin daxili işlərinə bağlı mövqeyi bilir. O cümlədən də Tayyip Erdoğan bizdə seçkidə saxta keçmədi, o oldu, bu oldu, siyasi bu məsələdə mövqe edə bilməz. Bildirəcəyi təqdirdə bu daxili işlərə qarışmaqdır. Bu da nəyə gətiribsə Azərbaycanla Türkiyə arasında bütün əlaqələr pozulacaqdır. Arada bir balaca münasibətdə sərinləmişdi. Hamımız böyük bir narahatçılıq keçirdik ki, Türkiyə bizdən ayrılarsa və ya da bir münasibət pozularsa necə ola bilər? Azərbaycan gələcəyi necə ola bilər? Bu baxımdan o televizyonda da adamlarımızın bu məsələdə aktiv şəkildə mövqe nümayiş etdirməsinin lehinə ya əleyhinə fərqi yoxdur. Mən alqışlayıram. Əvvəla düşünürlər, fikirləşirlər, öz maraqları baxımından yanaşırlar və s. bunlar hamısı yerində. Amma söhbət məsələnin mahiyyət. Mən burada mahiyyətini izləmək istərdim. Burada tərəfsə saxlamaq fikrim yoxdur. Mahiyyət ondan ibarətdir. Bir idarədə bir cinayət faktları meydana çıxıb. Həmin cinayət faktlarla bağlı. Məsələn, hətta bunu qoy qırağa. Qurultayın özündə, CHP-nin axıncı qurultayında. Bu Əkrəm İmamoğlu'nun pul paylayıb, cəmaatı Kılıçdaroğlu'na yox. Bu özgür özel əsas. Bu faktdır. Bunu da 3 dənə, 4 dənə CHP şikayət edib. Özləri şikayət edib. Çox maraqlıdır ki, indi Erdoğan bəyəklərin bir açıqlama verdi ki, özləri şikayət edib bir. Cinayət törədiblər, özləri 2.
Günahlandırılırıq biz. Niye? Bu sual verdi. Niye günahlandırılırıq? Ona göre ki bunlar siyasileştirmez istəyirlər. Çünkü bu iki vəziyyətdən çıxmağın yeganə yolu nədir? Dünyada da özlerine taraftar tutulur. Desinlər ki bu represiyadır, bu bir qeyri-qanuni hərəkətdir. Mesela kardeşim Cənubi Koreyada prezidenti tutdular. Parlament qərarı korrupsiya görə. Bəli. İndi Türkiye'de küçüğe çıkandan çok adam çıktı küçüğe. Harbi vaziyet elan etti prezident. Parlament bir tane karar kabul etti. Müdafiə Naziri de istifa verdi. Cenaj kaldırdılar Müdafiə Nazirine. Prezidenti de hapseladı koydular. Yaxşı, neye göre Türkiye Cənubi Koreya'da bir tane prezident, o da dedi ben korrupsiya eləməmişəm da. Neye göre bir ülkede bir prezidenti korrupsiya göre şüpheli bilinen şey həbs edə bilirlər, vəzifədə olurlar. Bir tane belediye başkanını həbs eləmək biz deyib bu siyasi represiya. Niyə? Deməli bir vəzifədə olmaq bəyəm adamı cinayət məsuliyyətindən toxunulmazlıq yaradır. Yox, özdə sübutlar da video görüntülərləndir. Məsələn biri var ki, nəsə bir uydurma bir ittihamlar ola. Bunu siyasiləşdirmək asandır. Amma bir də o artıq ortada bir fakt var və öz içlərindən olanlar biri öz köməkçisidir, dördü bələdiyyə başqanı, özlərinin ki aydın məsələdir. Yəni burada yox, Türkiyə bizdən fərqli olaraq orada elə belə necə gəldi adamı nə həbs eləmək olar. Bu bir, ikincisi də bu bir partiyanın əsas rəhbərlərindən biridir. İstanbul Bələdiyyə Başkanı Türkiyənin prezidenti kimi bir şeydir. Çünki Türkiyə əhalisinin demək 1/3 orada yaşayır, 17 milyon. Türkiyə iqtisadi 20 dənə nazirliyin fondu gələ təkcə İstanbul Bələdiyyəsinin fondu var. Bir gündə 3 milyon turist yeri çıxır. Yəni İstanbul özü ayrıca bir dövlətdir. Dövlət içində bir dövlətdir. Elə yəni nəhəng maliyyə şeyi var və s. və s. Ona görə də İstanbul Bələdiyyə Başkanının həbs olunması elə belə adi bir adamın həbs olunması məsələsi deyil. Ciddi faktlar olmasa, burada əsaslı şeylər olmasa, qətiyyən bu baş tutan bir şey değildi ki, necə bunu həbs edə bilərdi? Burada olan fil yox, yüzə qədər fark var. Bir fark yoxdur ki, yüzlərlə fark var. İndi özün də dedin, 42 sualdan 37-dən deyir ki, mən buna cavab verməyəcəm. Nə demək cavab verməyəcəm? Ya bu məsələdən mənim xəbərim yoxdur, ona cavab verməyəcəm. Ya da günahkarım cavab verməyəcəm. İndi nə olacaq? Dəlil və sübutlarını, onun cavab vermədiyi məsələlər sübut olunca bu sənin əməlindir, burada cinayət var. Bu suala cevap verir de hakim sual verir ki pul alıpsan kredite almışsan Almanlardan almışsan Almanlardan almışsan 300 milyondu yani 295 milyonu bəli 300 milyon dollardı eurodu. Pulu neyinirsən? Deyir ki mesela vermişik metro qazıntılarından deyir hansı metronun durup baxır ama bu sual cevap vermeyeceğim. Yani ortada iş yoktu ama pul ortada. Neylon faturana deyirlər. Yəni şəffaf fatura. Fatura var ortada ama iş yok. İş yoktu ortada. Belə şey çox olur. Yəni pul mənimsənlikdə yoxdur ortada. Bundan sonraki mərhələdə biz nə gözləməliyik? Birincisi, əgər Əkrəm İmamoğlu'nun müdafiəsi ilə bağlı effektli müdafiəsə mane olsalar, orada qərəz, onda biz də səsimizi çıxardacağıq. Amma hələlik CHP bir kəlmə də olsun, Əkrəm İmamoğlu'nun həbs olunması ilə bağlı bir qeyri-qanuni addımı attılar mı? Orada hüquq pozuntusu oldu mu? Vəsə bir dənə iddia ortaya qoyun. Vəkilləri də ağzını açıb demirlər ki, bu adama qarşı ileri sürən iddiaların hər hansı biri əsassızdır. Nə PKK ilə əlaqəsi, nə FETÖ ilə əlaqəsi, nə də korrupsiyasının başı. Heç ona görə də tələsmək lazım deyil. Gözləmək lazım. Baxın, dünən də bir nəfər heç bir partiyanın üzvü olması müstəqil bir bələdiyyə başkanını tutublar. Həbs edib. 2 milyar, 3 milyar pul yeyib bələdiyyədə. Kiçik bir bələdiyyədir, təsəvvür elə. Yəni artıq Tayyip Erdoğan bir söz demiş. Ya bu bələdiyyələrə silkələn. Çünki niyə? Bugün Türkiyədə bu ağır sosial iqtisadi vəziyyət var ha. Bunun bir səbəbi bələdiyyələrə Türkiyə dövlət büdcəsinin 90% bələdiyyələrə ayrılır. Bütün bələdiyyədə korrupsiya başlanıb getməsidir. Yəni harada o bələdiyyələr ev tikməlidir, onu eləmirlər. Ölkədə o pulun hamısını çıxardırlar ölkədən. İqtisadi korrupsiya iqtisadidə vurduğu ziyanı heç nə vurmur. Ona çox maraqlıdır ki, Sədəvə tək bu cinayətçi qaldırılan ümumilikdə 400-dən yuxarı bələdiyyənin üzərində cinayətçi qaldırır. Bunlardan 200 deyəsən 80-i neçəsi tək AKP-nin öz bələdiyyə başkanları. Yəni AKP özünün bələdiyyə başkanları. Onda necə olur? Belə çıxı Tayyip Erdoğan öz-özünə öz hazırlayır. Ona görə də bilsən mən açıq deyim ki aydın məsələdir. İndi bir sənin bir
özünü müdafiə eləmək üçün hər hansı bir əsasın olmadan məcbursan ki, bu cürə ona görə böyük sürətlə bunu siyasiləşmək istədi. Müəyyən mənada o kim ki demişdi ki, küçədən yıxaq Erdoğan'ı söz vermiş. Onlar da meydana adamlar göndərdilər. Sonradan Özgür Özel gördü ki, çox təhlükəli bir istiqamətə gedir proses. Dala çəkilən kimi o meydandakılar başladılar CHP'nin öz əleyhinə şüarlar təhqir eləməyə şüar. Məsələn, belə bir şüarlar var. Əkrəm İmamoğlu o meydana gəlməyəcək, gərək meydan. Cavanlar deyir ki, onun öz oğlu atasını müdafiə etmək üçün mitingə gəlmişsə, mən mitingə niyə gəlmişəm ki? Və yaxud da orada deyir ki, biz səndən ötəri gəlməmişik. Hətta onu danışmağa imkan vermədilər. Bir təhqiramiz də ifadələr işlətdilər. Yəni bu baxımdan onu göstərir ki, o meydana yığışan adamları ora gətirən nə CHP-dir, böyük əksəriyyətin, nə də onların məqsədi Əkrəm İmamoğlu'dur. Onların məqsədi Tayyip Erdoğan'ı küçədən yıxmaqdır. O baxımdan da hökumətin də konstitusiyanı qorumaq, hökumətin bir nömrə borcudur. Bir adam qanun şəhədə prezident seçilibsə, küçədən kimsə gəlib belə çeviriş edəcəksə, o da nə dövlət oldu ki?